Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İlahul evveline vel ahirin. El-melikel hakkal mubin. Ve salatu ve selamu ala şerefil enbiyayı vel mursalin. Men ba'sahullahu rahmeten lil alemin. Ve hidayeten li halqa ecmeyin. Aleyhi ve ala alihi tayyibin. Ve sahabetihil ekremin. Envârel huda ve mesâbihi duca. Vəhşurna təhdə livayi seyyidil mursalin və edxilnəl cənnətə mə'hum əcməin. Əmmə bə'd, möhtərəm müsəlmanlar, ilk öncəsi salamlayıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Amma sonra bugünkü dərsimiz yenə də bidət əhlinə rəddiyə silsiləsindən olacaqdır və son vaxtlar Elşad Mirinin belə deyək, açıqlamaları müəyyən çıxışlarında səsləndirdiyi fikirlər barədə olacaqdır və son, belə deyək, çıxışı ki, hansı ki, dünən sosial şəbəkələrdə yayımlanmışdır, o məsələ, ümumiyyətlə, o çıxışında buraxdığı xəta, zəlalətlər və s. açıqlama gətirəcəyəm. Çünki, təbii ki, buna ehtiyac vardır. Hər kəsən belə çıxıb, əllərini, qollarını sallayıb, necə deyərlər, ağzına gələni din barədə, Qur'an, şəriət barədə danışmamalıdır. Danışırsa, dəlillərə istinad etməlidir. Danışırsa, dəlillərlə danışmalıdır. Yəni belə ağlıma nə gəldi, danışım və s. iddialar atım və bu cür çıxış etmək, təbii ki, yəni İslamda bu cür qayda yanlışdır. Bunu ancaq bidət əhli, sapıq məzhəblər və ya onların, belə deyək, tərəfdarları icra edirlər. Amma səhih İslamda, doğru İslam, hansı ki, Allah və Rəsulunun, Allahın kitabına və Rəsulunun sünnəsinə əsaslanır. Bu iki mənbə, ana mənbədir İslamın və bu iki mənbəyə əsaslanan haqq əhlinin nəzdində belə bir üslub, belə bir qayda yoxdur. Lakin mövzuya keçməzdən öncə bəzi məsələlərə yenə də açıqlama vermək, ümumiyyətlə bəyan etmək istəyirəm ki, ümumiyyətlə, keçən dərsimizdə də mən bu məsələyə toxundum ki, ümumiyyətlə, Elşad Miri elm əhli deyil, yəni dini, belə deyək, elmi savadı yoxdur, dərin bir elmi biliklərə malikdir. Bu səbəbdən də sələflər tərəfindən tərk olunmalıdır. Onun, belə deyək, çıxışlarına və s. möcüzələrinə və s. qulaq asmaq olmaz, tərk olunmalıdır. Amma, ümumiyyətlə, mövzuya keçməzdən öncə bir həmçinin onu qeyd etmək istəyirəm ki, yəni bunun da səbəbi, yəni bizim o adamdan təhzir etməyimizin səbəbi o adamın özüdür, yəni səbəb biz deyilik. Səbəb onun özüdür ki, niyə görə? Çünki, belə deyək də, dində ağlına gələni danışır. Yəni, din ağılla təyin olunmur, yəni. Düzdür, ağıl lazımdır, gərəklidir, mühüm bir amil. Lakin, istinad nöqtəsi illə ağıl deyil ki, ağılla, belə deyək, hər şey həll olunsun. Əsas istinad mənbəyi Qur'an və sünnədir və Qur'andan da gətirəndə, yəni, Qurandan bir dəlil gətirəndə, yəni illə, məsələn, sən qoymusan qabağıva, deməli, Quranın tərcüməsini özün deyirsən ki, Ziya Məmmədov, Ziya Bünyadov və Vasim Məmmədəliyevin buraxdığı tərcümədə Quranın xətalar var. Tamam, xətalar var, qəbul. Lakin, sən Qurandan hər hansı bir ayə, Qurandan hər hansı bir iddia, müddəa gətirdiyin zaman hansı təfsirə müraciət edib o hökmü deyirsən? Heç bir təfsirə, yəni qoymusan Quranın qabağıva tərcüməni, filan ayəni oxuyursan və özündən hökm versən, bu üslub yanlışdır, yəni. Quranın, əgər sən deyirsənsə ki, mən əhl-i sünnəyəm, yəni əhl-i sünnə olduğu iddia eləyirsənsə, Əhl-i sünnənin çeşidli, belə deyək, qollarına aid olan Quran-ı Kərimin 200-dən yuxarı təfsiri vardır. Qədim və müasir dönəmdə yaşamış olan
yaşayan alimlərin ən azından hər hansı bir müddəa, iddia irəli sürüldüyü zaman istinad edilməlidir. Məsələn, filan alim, filan təfsirçi filan ayəni bu cür təfsir edib və s. və s. ki, istinad yerin olsun. Yoxsa hələ ayəni tərcümədən oxuyub, belə deyək, özündən şərhlər vermək, özündən açıqlamalar vermək, təfsirlər vermək, bu mənhəc, bu üslub, əqləni üslubudur. Yəni, bunlara belə deyək, əqlənilər deyilir. Əqlənilərin üslubudur, mənhəcidir. Yəni ki, əqləniyun deyilir olaraq. Belə bir məzhəbdir. Yəni, ağıllarına tabi olanlar və ya ağıllarını şəriətdən önə çəkənlər, şəri dəlillərdən yəni. Və ya şəri əhkamlara öz ağılları ilə hökm verənlər. Ya, bunların mənhəcidir, üsuludur. Lakin, Rəbbani üsul, hansı ki Allah və Rəsulu və sahabələr ən xeyirli olan, ümmətin ən xeyirli olanları bu cür bir üslub təqib elə etməmişlər, onlardan sonra gələnlər. Yəni, hər gələn nəsil özündən əvvəlki və səhih olan, Qurana və sünnəyə tabi olan və ya uyğun olan üslubda məsələləri bəyan etmişlər. Ona görə də, yəni biz deyəndə ki, sən cahilsən, yəni biz özümüzdən nəsə izad eləmirik. Biz sənin dediklərə, çıxışlarına, yazdıqlarına istinad edərək bunu deyirik. Yəni, mən hər zaman deyirəm bunu. Kim nə deyirsə və ya kim nə yazırsa, öz səviyyəsini nümayiş etdirir. Öz səviyyəsini ortaya qoyur. İndi sən bunu deyirsənsə, sən busan yəni. Yəni, sənin səviyyon budur. Və bu üslub, bu mənhəc, düzgün mənhəc deyil. Əgər sən Qurandan danışırsansa, Qurandan iqtibas gətirirsənsə, sən öz ağlından o Quranı təfsir eləməməlisən, açıqlama verməməlisən. Sən təfsirlərə müraciət etməlisən və ya təfsirlərlə öz iddianı isbat eləməlisən və s. Yəni, Rəbbani olan, şəri olan üslub budur yəni və belə edilməlidir. Amma məsələyə gəlincə, yəni rəddiyyəyə gəlincə, yəni dünən dediyim kimi sosial şəbəkələrdə Elşad Miri ittihamlara cavab verir adlı belə bir söhbət, belə bir dərs kimi deyək, yayıldı. Və yenə də eyni üslub, eyni qayda, belə deyək, müəyyən iddialar atır ortaya və dəlilsiz, subutsuz danışır. Həmçinin, məsələn, bu son dərsində, belə deyək, belə bir qayda, belə bir sezdim mən ki, yəni bu şəxs nəsə, belə son zamanlar, belə deyim, rafizilərin üslubunu mənimsəyir. Yəni, rafizlər necə, məsələn, əhl-i sünnəyə rəddiyə gətirirlər, məsələn, hansı məsələlər? Misal üçün, meymunlar, deməli, zina edən meymunu rəzm etməsi məsələsi, nə bilim, Əbu Hanifə barədə, İmam Azam, Əbu Hanifə barədə, rahiməhullah, yəni alimlərin sözləri və ya İmam Əl-Buxari barədə, yəni bu cür üslub ümumiyyətlə, bu cür üslub, yəni əhl-i sünnə vəl cəmaya qarşı rafizilər gətirirlər, bunlar bəllidir yəni. Və son zamanlar, yəni mən bunu, yəni son dərsindən daha doğrusu, yəni bu bir, yəni Elşad Mirinin belə bir, yəni o rafizi üslubuna belə deyə meyl etdiyini müşahidə edirəm. Yəni bu yanlışdır yəni, təbii ki. Yəni o məsələlər, hansı ki sən gətirirsən, o məsələlərə cavab verilib, aydınlıq gətirilib hamısı, istər o meymunların zina etməsi məsələsi və mən buna yenə də aydınlıq gətirəcəyəm yəni. Bütün o, bu sonuncu dərsdə qeyd olunan məsələlərə, hansı ki, o məsələlər ki, hansı ki Elşad Miri xəta edib və ya Elşad Mirinin zəlalətlərindəndir, onu inşallah bir-bir bəyan etməyə çalışacağım və indi deməli, dinləyək görək Elşad Miri həmin axırıncı cəlsəsində, yəni söhbətində nə demişdir? Baxın, oradakı məsələ nə ilə bağlı idi? Jurnalist soruşur, qadın başa qıla bilər. Məsələyə mən izah eləyərkən müəyyən zərurət hallarını qeyd edirəm. Məsələn, bu gündən təsəvvür edin, mənə
soruşur ki, jurnalistin biri, bir kişi, üzr istəyirəm ifadələrimə görə, ancaq məcburam bunları açıqlamağa, paltarsız, daha doğrusu lüt, ibadət edə bilərmi? Daha doğrusu namazını qıla bilərmi? Məsələn, mən də deyirəm ki, əgər namazın vaxtı çıxırsa, üzərində heç bir paltar yoxdursa və üzərini örtməyə heç bir imkanı yoxdursa, bəli, bu halda həmin o kişi büzülərək namazını qılmalıdır. Çünki namazın qəzası olmaz. Namazı həmən sonra paltar tapım hamısını birləşdirib qılaram anlayışı yoxdur. Yəni, bu zərurət halı ilə əlaqədar olan bir məsələdir. Təsəvvür edin, jurnalist də bunu sərlövhəyə çıxarsa ki, Elşad Miri qeyd elədi ki, kişilər lüt namaz qıla bilərlər. Yəni, sən sabahların buna bir xütbədə yenə açıqlama vermə məcburiyyətindəsənmi? Yəni, əgər bilirsən ki, oradayam, bilirsənsə oradayam, həmin xütbədəyim, mənim bir 2 dəqiqəlik, 3 dəqiqəlik, 5 dəqiqəlik, mənim orada bu məsələləri aydınlıq gətirməyimə səni nə narahat edir? Xütbələrdə olmayıb mı bu? Məsələn, Ömər radiyallahu anh vaxtında bir xanım qalxır, Ömərə verdiyi bir fətvanın yanlış olduğunu bildirir. Peyğəmbərimizin özün vaxtına xütbəsini kəsir, nəvələri Həsənlə Hüseyni öz qucağına götürür, onlarla bağlı da bəzi sözlər işlədir. Yəni, bu çətin bir məsələ deyil, nə də sənin dininə bir problem deyil, nə də sənin namazda bir problem olan məsələ deyil. Nəysə, bu məsələni qoyuram o tərəfdə. Qadın məsələsinə gəlirəm. Məsələn, qadın elə bir yerdədir ki, həqiqətən başını örtməyə, paltarı var, köynəyini giyinib, ancaq başını örtməyə bir şəraiti yoxdur, imkanı yoxdur. Namazın vaxtı çıxacaq. Namazını həmin şəkildə qıla bilərmi, qıla bilməzmi? Aç bir dənə fiqh kitablarına baxacağını xahiş edirəm. Fiqh kitablarında buna icazə verilir. Yəni, namazı keçirməkdənsə o cürə namazını qılmağa icazə verilir. Yəni, jurnalist də bunun başlığa çıxarında nə problem var? Və yaxud da qız uşaqları. Hələm deyək ki, yetkinlik dövrünə çatmayıb. Hələ deyək ki, heyz dönəminə gəlib çıxmayıb. Bu insan baş açıq namaz qıla bilərmi, qıla bilməzmi? Mən desəm ki, qıla bilər. Bir insan da götürüb jurnalist başlığa bunu çıxarsa ki, qız uşaqları baş açıq namaz qıla bilərlər. Bu o zaman bütün qadınlara mı şamil edilməlidir? Yəni, məsələyə bu aspektdən yanaşmaq lazımdır. Bax belə. Yəni, Elşad Miri artıq belə deyək də, artıq görəndə ki, dəlillər gətirildi və qeyd olundu ki, mən onun dedikləri Qur'ana, sünnəyə və müsəlmanların, alimlərin icmasına ziddi, belə deyək, artıq topu belə deyək, jurnalistlərin üstünə atır. Yəni ki, mən bu cür demək istəməmişəm, mən demək istəmişəm ki, yəni bu istirar halında olan hala aiddir. Lap tutaq ki, elədir. Amma jurnalist onu yazıbsa elənsinə, sən həmin günü, yəni mediaya çıxışın var, sosial şəbəkələrdə, yəni çıxışın var. Əgər elə bir hal var idisə, yəni tutaq ki, ola bilər, yəni jurnalistdir, sənin dediyi səhv başa düşüb, bu mümkündür yəni. Lakin sən çıxıb həmən, yəni biləndə ki, izləyəndə ki və ya oxuyanda ki, jurnalist belə deyək, yanlış bir başlıq çərçivəsində adı ilə o məqaləni çap edib, sən bir düzəliş verəydin, bir açıqlama verəydin, bir bəyanat deyək, verəydin ki, yazaydın ki, yəni bəs qardaşlar, ay müsəlmanlar, bəs mən bu niyyətlə, bu məqsədlə deməmişəm, sadəcə mənim dediklərim yanlış başa düşülüb və s. və s. və s. Yəni, belə bir açıqlama verilməli idi və ayırmalıydın. Təbii ki, istirar halında, yəni İslam dini asan bir dindir. İslam dini asan bir dindir və istirar durumunda, yəni hər şeyin, belə deyək, caiz olmasına hökm verilən bir dindir. Yəni, lakin sən bu cür demirsən və ya sənin dediklərin bu cür təqdim olunmur. Bəllidir ki, mərufdur ki, biz elə bir cəmiyyətdə yaşayırıq ki, totalitar sistemdən çıxan bir cəmiyyətdir. Totalitar sistemdən çıxan bir cəmiyyətdir və dini cəhətdən savadsızlıqdır və kütləvi savadsızlıqdır. Yəni, bizdə Rusların, belə deyək, kommunistlərin qoyduğu bu miras budur ki, yəni, bütün sahələr inkişaf edib, təbliğ olunub və s. və s. və s. Din isə qapadılıb, kitablar yandırılıb, savadlı adamlar öldürülüb və s. və sürgün edilib və s. Yəni, belə bir durum mövcuddur. İndi yavaş-yavaş, bəli, müstəqillik əldə olunandan sonra müəyyən, belə deyək, hərəkətlənmə vardır və
dini əhkamlar yavaş-yavaş bəyan olunur. Yəni cəmiyyətimizdə elə insanlar var ki, misal üçün mən yəni təmas olduğum yəni cəmaatdan bunu müşahidə edirəm ki, yəni müəyyən qadınlar vardır ki, misal üçün onlar daima başlarını bağlamırlar. Daima başlarını bağlamırlar, yalnız namaz qılanda, yəni onlar belə deyək də, elə başa düşürlər ki, və ya elə yozurlar ki, öz başları ilə, belə deyək, ki, qadın başını bağlamalıdır yalnız namaz qılanda. Yəni, namaz qılanda bağlamalıdır və sonra isə bağlamamalıdır. Belə bir düşüncəyə sahib olan qadınlar vardır bu cəmiyyətdə. İndi o qadınlar və ya ümumən, belə deyək də, dində savadsız olan, dindən məlumatı olmayan bir kəslər o başlıq altında yayılan bir məqaləni görsə və oxusa və bilsə ki, məsələn, filan kəs belənsinə deyir, ya bu hansı effekt verəcək? Yəni, məsələn, qadınlar bir-birinə deyəcək ki, sən demə, heç namazda da başı bağlamaq lazım deyilmiş, yəni. Nəinki, yəni, daima. Hətta namaz qılanda da başı bağlamadan namaz qılmaq olar. Yəni, belə bir şeyə gələr, yəni, belə bir fikrə gələr insan, yəni. Yəni, sən əgər deyirsənsə ki, o niyyətlə demisən, ola bilər, yəni. Yəni, şey eləmirəm, inkar eləmirəm bunu və ya bu məsələni şey eləmirəm. Lakin, əgər belə bir hal var idisə, sən o niyyətlə demisənsə, sən bunu çıxıb həmin gün, hətta həmin saat, həmin dəqiqə, yəni tanış olanda ki, o məqalə çıxdı və məqalənin başlığına çıxarılan o başlıq yanlışdır, şəriətə ziddir, baxın. İslama, Qur'ana, sünnəyə, müsəlmanların icmasına ziddir o başlıq. Sən düzəliş verməliydin, açıqlama verməliydin, bəyanat etməliydin, bəyan etməliydin ki, yəni jurnalist bu məsələdə xəta edib, mən bu niyyətlə deməmişəm, mənim sözlərim buna dəlalət edir və s. və s. Və cəmaat da bununla tanış olacaqdı və məlum olacaqdı hər şey. Amma sən bunu etməmisən. İndi sən bunu etməmisənsə, indi sənin dediklərin yanlış başa düşülür. Və elm əhlinin zaten görəvi budur ki, əgər yəni İslamdan olması zərurət ilə olan məsələlərə, yəni kimsə çıxıb, nəsə bir şaz fikirlər, yanlış fikirlər söyləyirsə, zaten elm əhli onu bəyan etməlidir. Niyə görə? Çünki bizə suallar verirlər. Yəni, sən bir dənə məsələni atırsan ortaya, qardaşlar, bacılar, bu cəmiyyətdə müəyyən, belə deyək də, reaksiya doğurur, yəni. Və bizə suallar gəlir. Bizə suallar gəlir ki, filan kəs belə deyib. Nə deyirsiniz? Biz buna açıqlama vermək zorundayıq, yəni. Ya biz buna açıqlama vermək zorundayıq. Yəni, sən məsələni deyəndə birincisi hikmətlə deyəcəksən. Və ya hikmətlə deməlisən. Sən bunu hikmətlə demədiyin zaman, belə bir misal var, deyir, qaş düzəldən yerdə gözü vurdu, çıxartdı. Yəni, hikmətsiz hərəkət etdiyin zaman, təbii ki, belə olacaq, yəni dediklərin yanlış anlaşılacaq. Lakin sənin dediklərin əgər jurnalist tərəfindən yanlış anlaşılıbsa, sən ona açıqlama verməlisən. Açıqlama verməlisən ki, yəni cəmaat bilsin, yəni. Amma sən açıqlama vermirsən və ya təxirə salırsan, bir həftədən sonra deyəcəm, artıq olan oldu, yəni. Sən o olanları daha geri qaytara bilmirsən. Sən gəlib o qadına deyənməzsən ki, nə bilim, mən başqa məna ilə deyirdim. O səndən də qəbul eləməz, hətta başqalarından da qəbul eləməz o sözü. Məsələ budur, yəni. Bunu anlamaq, yəni, o qədər zordur, yəni. Yəni, insan, hamımız, əlhəmdülillah, həmd olsun Allah, ağıl sahibi, yəni. Yəni, hər kəsən nə dediyinə fikir verəcək, yəni. Yəni, hər kəsən nə dediyinə fikir verəcək və dediyini elə deyəcək ki, belə deyək də, misal var deyir, nə şiş yansın, nə kebab. Yəni, nə problem çıxsın, nə də heç bir şey olmasın. Yəni hər kəsən də, yəni, səni dinləyən, səni oxuyan və s. və s. ümumən, ictimaiyyət, cəmiyyət, səni neynəsin, yanlış deyil, düzgün başa düşsün. Yəni, misal, məsələ budur, yəni, əsas məsələ budur. Bundan sonra, yəni, keçirik yenə də İkinci məsələyə, hansı ki, İrşad Miri görək bu məsələdə nə deyir və onu birinci dinləyək və sonra inşallah Allahın izni açıqlama verəcəyəm. İndi keçin
məsələsi var. O məsələyə aydınlıq gətirməyə çalışacağım. Ancaq yenə də qısa olaraq bir şey qeyd edeyim. Qardaş, bax, məsələn, açıram Quran-ı Kərimin 7-ci surəsi olan Əraf surəsini. Bax, Əraf surəsinin 11-ci ayəsi. 7-ci surə 11-ci ayəsi. Görün, Rəbbimiz nə buyurur? Deyir, sizi Mötəzədə yazıb babanız, amma Quran-ı Kərimin əslində elə bir şey yoxdur, yaratdıq. Sonra sizə surət verdik və mələklərə Adəmə səzdə eləyin dedik. İblisdən başqa hamısı səzdə etdi, o səzdə edənlərdən olmadı. Baxın, ərəbcəsini oxuyum, qardaş. Deyir ki, وَلَقَدْ خَلَقْنَاكُمْ, yəni sizi yarattı. Ərəb dilində də kum deyəndə, yəni 2 yox, 3 və 3-dən daha artıq nəzərdə tutulur, çünki cəm şəklində işlənir. ثُمَّ صَوَّرْنَاكُمْ, sonra deyir, sizə surət verdik. Bax, sizi yaradır, sonra surət verir, sonra da içinizdən birini çıxardır ki, buna səzdə eləyin. Əslində, Adəmə də səzdə eləyin deyil orada. Ərəbcəsində deyir ki, li Ədəmə. Yəni, Adəm üçün, Adəmi yaradan üçün, yaratdığı üçün Allaha səzdə eləyin məsələsidir. Orada iblis imtihan edilir. Bundan başqa digər məsələ. Baxın, mənim əleyhimdə işlənir. Mən bunlara həqiqətən hələlik cavab vermirəm. Çünki geniş, böyük bir yazı hazırlamışam bununla bağlı. İnşallah bir boş vaxtımda buna vaxt ayırıb geniş bir şəkildə açıqlama verəcəm. Baxın, qardaş. Quran-ı Kərimin Nisa surəsinin 1-ci ayəsində buyurur. Ya eyyuhən-nas, ittəqu rabbakumul-ləzi xalaqakum min nəfsin vahidə və xalaqa minhə zəvcəhə və bəssə minhumə deyə davam edir. Ayənin tərcüməsini qısa olaraq qeyd edəcəm. Deyir ki, ey insanlar, sizi tək bir şəxsdən, burada Mötəzədən yazıb, Adəmdən, əslində Adəm sözü keçmir, xəlq edən, ondan zövcəsini, Mötəzədə yazılıb Həvvanı, amma Quran-ı Kərimin bu ayəsində yenə də, ümumiyyətlə Həvva sözü Quranın heç bir yerində keçmir, yazıb Həvvanı. Yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun deyə yazır. İndi mən bir şey deyirəm, baxın, ey insanlar deyir. Dünənlərin bir şəxslə də bunu söhbət elədim, o da qeyd elədim ki, bəs bu ey insanlar deyəndə ölülərə mi aiddir, dirilərə mi? Dedim, yaxşı, olsun dirilərə, amma ölülərlə bağlı belə bir şey var ki, bütün insanlar mı tək bir nəfsdən yaradılıb, yoxsa sadəcə diri olanlar? Deyir, bütün insanlar. O zaman soruşuram, ey insanlar söz deyəndə Adəm və Havva daxildir ya daxil deyil? Əgər daxil deyilsənsə, onda deyəcəksən ki, o insan deyil. Əgər daxildir deyirsənsə, onda deməlisən ki, bəli, Adəmin özü də tək bir nəfsdən, nəfs-i vahidə deyilən bir sözdən yaranır. Mən də nə eləmişəm, qardaş? Bunları götürmüşəm, həmin o nəfs-i vahidə sözünü, Quran-ı Kərimdə harada keçir, hansı mənalara gəlir və s. Bunları götürüb izah edib, hazırlamışam. İnşallah bununla bağlı çox geniş, həddindən artıq genişli, indi bilmirəm nə qədər qısalda biləcəm, bir açıqlamalarım olacaq. Bax belə, gördüyümüz kimi, yəni fəlsəfə ilə yəni məsələni bəyan etməyə çalışır. Yəni İslamda fəlsəfə yox, çünki İslam Rəbbani əhkamlara istinad edir. İslamda fəlsəfə yoxdur, yəni. Çünki fəlsəfə insanın ağlının məhsuludur, söz oyunudur. İslamda söz oyunu yoxdur, yəni. İslamda konkret dəlil var, ya o dəlilə tabi olacaqsan və ya o dəlilə iman edəcəksən və haqq yol üzrə olacaqsan, ya da o dəlili yozacaqsan, nə bilim, dəyişdirəcəksən və s. və sapacaqsan, azacaqsan və bidət əhlindən və ya zəlalət əhlindən olacaqsan. Ona görə bu cür iddialar gətirmək ki, Adəm və Həvva ya eyyuhənnəsə daxildir, ya daxil deyil, əgər daxildirsə insan deyil, bu nə iddiadır, bu nə məsələdir, yəni? Bu nə cür bir bəyandır? Subhanallah, dəhşətə gəldim, yəni. Yəni, belə bir üslub, belə bir qayda, belə bir mənhəc, yəni, bu nə deməkdir, yəni? Yanlışdır, yəni. Və belə bir iddia irəli sürmək ki, Adəm əleyhissalam, yəni, insanların əvvəlincisi deyil, bu, yəni, belə deyək də, icma ilə, ittifaq ilə sabit olan bir şeyin, belə deyək də, inkar edilməsi deməkdir. Elə bir ki, səma açıqdır və səmada günəş var, 7 milyard insan həmin günəşi görür, lakin bir nəfər qayıdır, baxır, deyir ki, mən günəşi görmürəm. Bu cür üslub yanlışdır. Yəni, ən bəsit ispat, dəlil ki, Adəm əleyhissalam
bəşər evladının, yəni insanların ilkidir. Bu, insan evladının Bəni Adəm adlandırılmasıdır. İnsan evladı, yəni insan. İnsanın adları vardır, bəllidir, mərufdur yəni. Yəni o adlardan da biri nədir? Bəni Adəm. Ya Bəni Adəm, Quran-ı Kərim. Quran-ı Kərimdə Allah Subhanahu taala 6 dana ayədə 6 dana da ayədə ya Bəni Adəm və ya Bəni Adəm kəlməsi keçir. Yəni əgər sən iddia edirsənsə ki, Adəm əleyhissalamdan öncə insanlar olub, o insanların adı nə olub? Onları gətir dəlil olaraq. İddia olaraq yox, yəni. Adları nə olub? Niyə görə onda insan evladının adlarından biri Bəni Adəmdir? Ya bu əslən Quran-ı Kərimdə onlarla dəlil var. Onlarla dəlil var ki, Adəm əleyhissalam Əbul Bəşər, yəni bəşərin atası olaraq vəsf edilir. Yəni bu cür dəlillər var və işarələr edilir. Məsələn, Bəqara surəsi, Nisa surəsi, Əraf surəsi və s. yəni. Ya bu məsələ ümumiyyətlə belə deyək, ixtilaf ediləsi bir mövzu deyil. Və mən məsələn təəccüb edirəm, dəhşətə gəlirəm ki, yəni kimsə çıxıb bu məsələdə şaz bir rəy gətirə bilər ki, bütün 15 əsrdə bütün hər kəsən bir fikirdə olub və bu məsələdə ittifaq və ya icma var. Bir nəfər çıxır deyir ki, yox, o 15 əsrdə deyilənlər, onların söz hamısı boş şeydir, haqq olan, doğru olan budur. Bu yəni, bu nə deməkdir yəni? Bu cür üslub yəni, yanlışdır yəni. Təbii ki, ayələrin hamısını oxumayacağım, çünki məsələ uzanmasın, dərsimiz uzanmasın, lakin ayələrin əvvəlini ən azından deyəcəyəm. Məsələn, Əl-Əraf surəsi 26-cı ayədə Allah Subhanahu taala nə deyir? Deyir ki, "Ya bəni Adəmə, qad ənzəlnə aleykum libasə." Əl-ayə. 27-ci ayədə demişdir ki, "Ya bəni Adəmə, la yeftinennekumuş şeytanu kema əxraca əbəveykum minəl cənnə." Əl-ayə. Həmçinin, "Ya bəni Adəmə, xuzu zinətukum ində kullə məscid." Əl-ayə. Əl-Əraf surəsi 31-ci ayə. Həmçinin, Allah Subhanahu taala buyurur ki, "Ya bəni Adəmə, immə yətiyyənnəkum rusulun minkum, yaqussun aleykum ayəti." Əl-ayə. Əl-Əraf surəsi 35-ci ayə. Həmçinin Allah Subhanahu taala buyurmuşdur ki, "Və id əxədə rabbuka min bəni Adəmə min zuhurihim zurriyyətəhum və əşhədəhum alə anfusihim ələstu bi rabbikum qalu bələ Əl-ayə." Bu ayənin tərcüməsini oxuyacağım, çünki bu ayə məhz Adəm əleyhissalamın insanların ilki olması, yəni ilk insan olmasını ispat edən, sərahətən ispat edən ayələrdən biridir. Əl-Əraf surəsi 172-ci ayə. Allah Subhanahu taala nə deyir? Deyir, "Ey peyğəmbərim, xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən gələcək nəsillərini çıxardıb, onların özlərinə bir-birinə şahid tutaraq, mən sizin Rəbbiniz deyilənmi soruşmuş, onlar da bəli Rəbbimizsən deyə cavab vermişlər." Yəni, Adəm evladlarının, belə deyək, mənisini, spermasını kimin belindən çıxartdı Allah Subhanahu taala? Adəm əleyhissalamın belindən çıxartdı. Niyə? Çünki Adəm əleyhissalam insanların ilkidir, yəni ilk insandır. Yəni Bəni Adəm evladlarının spermasını Allah Subhanahu taala Adəm əleyhissalamın sülbündən, yəni belindən çıxartdı və onların adından əhd aldı. Və nə dedi? Dedi ki,
mən sizin Rəbbiniz deyiləmmi? Onlar da dedilər ki, bəli, ya Rəbb, sən bizim Rəbbimizsən. Açıq aydın, sərahətən bəyan olunur. Adəm əleyhissalamın zürriyyəti hardan çıxarılır? Adəm əleyhissalamın sülbündən, Adəm əleyhissalamın belindən. Ya bu açıq aydın bir dəlildir ki, Adəm əleyhissalam insanların ilkidir, ilk insandır. Və kim bunu inkar edərsə artıq yəni zəlalətə düşmüşdür yəni. Həmçinin başqa bir ayə, Əl-İsra surəsi 70-ci ayə. Allah Subhanahu taala nə buyurur? Və ləqəd kərrəmnə bəni Adəmə və həməlnəhum fil bərri vəl bəhri və razaqnahum minət-tayyibəti və fəddəlnahum alə kəsirin mimmə xalaqna təfdilə. Allah Subhanahu taala nə deyir? Biz Adəm evladını şərəfli və hörmətli elədik. Onları suda və quruda, gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə mindirib sahib etdik. Özlərinə cürbəcür neymətlərdən təmiz ruzu verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. Əl-İsra surəsi 70-ci ayə. Həmçinin başqa bir ayədə Allah Subhanahu taala buyurur ki, Ələm əhəd iləykum ya bəni Adəmə ən la ta'budu şeytana innahu lakum aduvun mubin. Uca Allah demiştir ki, ey Adəm evladı, məgər mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin? O sizin açıq-aşkar düşməninizdir. Yasin surəsi 60-cı ayə. Allah Subhanahu taala nə deyir? Adəm evladı yəni. Bu barədə ümumiyyətlə dəlil çoxdur yəni. Quran-ı Kərimdə en qədər dəlil var yəni. Mən qıssaca ancaq ayələri də oxumayacağam. Yalnız deməli ayələrin yerini qeyd etməklə kifayətlənəcəyəm. Əl-Bəqərə surəsi 30-39-cu ayələr. Həmçinin Ali İmran surəsi 59-cu ayədə, yəni bu ayə də net, yəni açıq aydın bir dəlildir ki, Adəm əleyhissalam bəşərin atasıdır, yəni insan evladının atasıdır, birinci insandır. Məsələ İsa indallahi kəməsəli Adəmə xaləqəhu min turabin sümmə qalə ləhu kun fəyəkun. Allah yanında, Uca Allah demiştir, Allah yanında, yəni Allahın qatında, İsa'nın atasız dünyaya gəlmiş də Adəm kimidir? Allah onu, Adəmi torpaqdan yarattı. Sonra ona bəşər ol dedi, o da oldu. Ali İmran surəsi 59-cu ayə. Yəni Adəm əleyhissalamın torpaqdan yaradılması barədə Quran-ı Kərimdə yəni müthiş sayda ayələr vardır. Yəni çox sayda ayələr vardır. Əgər Adəm əleyhissalamdan, yəni bəsit bir belə deyək sual, bəsit bir məsələ. Əgər Adəm əleyhissalamdan əvvəl insan olmuşdursa, insan var idisə, yaradılmışdırsa, onda Allah Subhanahu taala Adəm əleyhissalamı nədən torpaqdan yaradırdı? Yəni bu ən bəsit sualdır, yəni da bundan o yana yoxdur yəni. Ən axırıncı şeydir, məqamdır. Əgər demirsən ki, Adəm əleyhissalamdan əvvəl insan olub, tamam, amma kim olub birincisi məlum deyil, bəyan eləmirsən. Lakin ən bəsit sual ki, əgər Adəm əleyhissalamdan öncə insan olubsa, onda Allah Subhanahu taala Adəm əleyhissalamı niyə palçıqdan yaradırdı, torpaqdan yaradırdı ki, bu məsələdə ixtilaf yoxdur, yəni İttifaq var ki, yəni Allah Subhanahu taala Adəmi nədən yaradıb? Torpaqdan yaradıb. Onda elə Adəm əleyhissalam da Adəm evladları kimi dünyaya gələrdi də. Yəni niyə görə torpaqdan yaratsın ki Allah Subhanahu taala? Yəni belə deyək də, bunun ən bəsit sualdır yəni. Ya bu məsələ sadəcə yəni müzakirə mövzusu olmamalıdır. Yəni elə bir mövzudur ki, gör biz nələri müzakirə edirik, subhanallah. Allahu Akbar. La havle ve la kuvvete illa billah.
Həmçinin Nisa suresi, yəni ən bariz dəlillərdən biri Nisa suresi 1-ci ayə. Ya eyyuhən nas, yəni özü də oxuyur bu ayəni. Ya eyyuhən nas, ya eyyuhən nas uttaqu rabbakumullezî xalaqakum min nefsin vahide ve xalaqa minha zawjaha ve bassa minhuma rijalan kesiran ve nisaa. El-ayə. Yəni Allah Subhanahu taala nə deyir? Ey insanlar, Rəbbinizdən qorxun, hansı ki sizi tək bir nəfsdən yaratdı. Ondan da zövcəsini yaratdı və ondan da çoxlu sayda, yəni kişi və qadınlar yaratdı. Açıq aydın deyir. Nəfsun vahidə kimdir? Adəm əleyhissalam. Nəfsun vahidə kimdir? Adəm əleyhissalam, yəni subhanallah. Və xələqə minhə zəvcəhə kimdir? Həvva əleyhissalam. Və ondan sonra da onların zürriyyəti ki gəlir və nə deyir Allah Subhanahu taala? Deyir ki, onlardan da, yəni onların ikisindən də daha doğrusu çoxlu sayda kişilər və qadınlar yaratdı, yəni Allah Subhanahu taala. Həmçinin ayələrdən, yəni Əl-Hücurat surəsi 13-cü ayə, Əl-Əraf surəsi 189-cu ayə, həmçinin Adəm əleyhissalamın, yəni yaradılışını vəsf edən ayələrdən Əl-Hicr surəsi 26-cı 44-cü ayələr, Əl-İsra surəsi 61-65-ci ayələr, Əl-Kəhf surəsi 50-ci ayə, Taha surəsi 115-126-cı ayələr, Sad surəsi 67-88-ci ayələr və sairə. Ümumiyyətlə bu barədə çoxlu sayda ayələr var ki, yəni hamısını təbii ki bəyan etməyə düşünürəm ki ehtiyac yoxdur və bu məsələ ümumiyyətlə ixtilaf edilməsi üçün bir məqam yoxdur, yəni bu məsələdə ixtilaf eləyən artıq da %100 sapmışdır, yəni azmışdır, yəni zəlalətdədir, yəni bu məsələ ixtilaf edilən bir mövzu deyil. Bundan sonra gəlin baxaq görək Elşad Miri yenə də nə deyir və onun birinci sözlərini dinləyək və sonra dediklərini açıqlama gətirək. Məndən kənar ölkələrdə də soruşulan bir məsələ idi. İslamda bacı qardaş evlənməyi halalda haramdır. Haramdır. Xristianlıqda haramdır. Tövratda, İncildə, Yahudilikdə haramdır. Başqa dinlərdə haramdır. Gözəl. Bax belə, görüldüyü kimi yenə də heç bir dəlil gətirmədən öz ağlından yenə də danışır. Yəni sən nə bilirsən ki, Nəsranilikdə, hələ mən Quranı qoyum kənara, Nəsranilikdə və Yahudilikdə, yəni bacı ilə qardaşın evlənməsi, yəni Adəm əleyhissalamın zamanında bacı ilə qardaşın evlənməsinə orada yasaq var. Hardan bilirsən bunu? Tövrat oxumusan, ya İncil oxumusan? Subhanallah. Yəni İslam dinində şirkdən sonra, yəni Allaha şərik qoşmaqdan sonra ən böyük günah Allahın dini barədə elimsiz danışmaqdır. Allahın dini barədə elimsiz danışmaqdır. Ona görə də, yəni bir məsələni bəyan edərkən mütləq dəlilə istinad etmək lazımdır. Yəni hələ belə cəmaatın qabağına çıxıb hər kəsən ağzına gələni danışamaz, danışmaması gərəkir. Amma məsələyə gəlincə, yəni Tövrat mövcuddur, düzdür, təhrif olunub, biz bunu bu cür qəbul edirik. Təbii ki, İncil də həmçinin. Lakin Tövratda bəzi ayələr vardır və Tövratın təfsirində bəzi açıqlamalar vardır ki, məhz Adəm əleyhissalamın uşaqları bir-biri ilə evləniblər. Və bu barədə nə deyə bilərəm? Məsələn, mən açıram Tövratı, birinci belə deyək, indi biz surə deyirik, Quran-ı Kərimdə biz surə deyirik, lakin
Tövratda belə adlandırılmır və yaradılış bölümü var orada. Yaradılış. Yəni ilk yaradılmanı və s. vəsf edir. Və həmin yaradılışın 4-cü belə deyək ayəsində, hissəsində, belə deyək, adı bilmirəm nədir onun, 17-ci ayədə belə bir hissə keçir. Orada keçir ki, ayəni oxuyacağım, ondan sonra təfsirini də qeyd edəcəyim Allahın iznə. Qabil arvadı ilə yaxınlıq etdi. O da hamilə qalıb Hənuqu doğdu. Sonra Qabil bir şəhər salıb ona oğlu Hənuqun adını verdi. Bax 17-ci ayə budur. Və bu ayənin təfsirində ki, həmin təfsiri təəssüf ki, Azərbaycan dilində tapa bilmədim, lakin ərəb dilində mövcuddur. Ona görə də ərəb dilində həmin ayəni, yəni Tövratda olan bu ayəni, bu hissəni, 17-ci ayəni təfsir edərkən deməli, Yahudi alimləri demişlər ki, İmratu qayin hiyə uxtəhu vallahu səməhə bihəzə əvvələn li yuqimə nəslə əl-qavul. Yəni, bu hissədə ayə qutarır, ayənin daha sonra təfsiri qutarır və burada deyilir qayin. Qayin, yəni, belə deyək, Tövrat mənbələrində Qabilin adıdır. Qabilin, yəni Adam əleyhissalamın uşaqları Qabil, Habil və s. və Qabilin adı, deməli, Tövratda nə cürdür? Qayin. Qayin olaraq gedir. Və həmin 17-ci ayənin təfsirində gedir ki, Qayinin arvadı onun bacısı idi və Allah ilk öncə əvvəl nəslin qurulması üçün və ya nəslin davam etməsi üçün buna icazə vermişdir. Allah Subhanahu taala buna icazə vermişdir. Bu deməli keçir, deməli Şərhul Kitab-ül Muqaddas, Əhdül Qadim, Əl-Qis Antonius Fikri adlı bir alimdir. Deməli, Yahudi alim də ola bilsin. Tanımıram, bilmirəm. Lakin Təkvin-ü 4-cü təkvində Təfsiru Səfərut Təkvin adlı bölümündə keçir və açıq aydın bəyan edir ki, nə deyilir? Deyilir ki, İmratu qayin hiyə uxtəhu. İmratu qayin hiyə uxtuhu. Deməli, qayinin qadını, yəni zövcəsi onun nə idi? Onun bacısı idi və Allah Subhanahu taala əvvəl olaraq buna icazə vermişdi. Nə üçün? Səbəbin də deyilir, nəslin qurulması, liyuqimə nəslə, liyuqimə nəslə, yəni nəslin qurulması üçün buna nə eləmişdir? İcazə vermişdir. Bu səbəbdən insan gərək dini məsələlərdə, dinə aid olan məsələlərdə elmsiz danışmamalıdır. Elmsiz danışmamalı və istinad etdiyi dəlilləri gətirməlidir. Yəni sən bunu deyirsən, lakin heç bir dəlil gətirmirsən, yəni. Və bu məsələyə, yəni Allah Subhanahu taala nə deyir? Kəhf surəsində Allah Subhanahu taala buyurur ki, Kəburat kəlmətən təxrucu min əfəhihim İyyəqulunə illə kəzibə. Ağızlarından böyük sözlər, laflar çıxartdılar və ya ağızlarından çıxdıqları söz böyüdü və onların dediyi yalnız yalandan başqa bir şey değildi. Yəni, bir şeyi dediyin zaman, dinə aid olan bir məsələni dediyin zaman, ümumən yalan danışmaq olmaz. Şəriət bunu yasaq etmişdir. Lakin dini əhkamları, Allahın dininə aid olan məsələləri bəyan edərkən mütləq və mütləq dəlillərə istinad etmək lazımdır. Amma ümumiyyətlə bu mövzuya gəlincə, yəni Adəm və Həvvanın əleyhissalam uşaqları necə evlənib mövzusunda, yəni bu barədə ayrıca mənim dərsim vardı, təxminən 4 ay bundan qabaq, yəni Elşad Miriyə rəddiyi olan birinci dərsim ki, bu məsələ barədə bəyan etdiyi zaman mən bunu cavablandırmışam və internetdə bu dərs vardır. Məsələn, həmin dərsdən
yəni kifayət qədər bu məsələ barədə məlumat əldə etmək mümkündür və dərsin adını bir də deyirəm, yəni Adəm və Həvvanın əleyhissalam uşaqları necə evlənib. Bax, bu ad altında, yəni bu adı ilə adlandırılan bir dərsdə bu məsələni mən təfsilatı ilə 43 dəqiqəlik bir dərsdir ki, bu məsələ barədə, bu məsələ ətrafında olan dəlilləri, məsələləri qeyd etmişəm və bax, beləliklə artıq bugünkü dərsimizi tamamlamaq zorundayıq, çünki mövzu ilə tamamlanmadı və məsələni, yəni qalan məsələləri Allahın iznə mən gələn dərslərimdə bəyan edəcəyəm. Lakin bu günkü dərsimizi burada tamamlamaq istəyirəm və ümumiyyətlə bu məsələ barədə, yəni şəri məsələlər barədə danışarkən hələ hər kəsən ağzına gələni danışmamalıdır. Ya dəlillərə istinad etməlidir, ya da susmalıdır. Ya dəlillərə istinad etməlidir, ya da susmalıdır. Allah bilir. Sonda uca Rəbbimiz, Allah'a həmd sana edirəm, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemə, onun əhl-i beytinə, bütün sahabələrinə və gözəl biçimdə onların yoluna tabi olanların üzərinə Allahın salavatı və salamı olsun. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.